Baxmaq ayrı, görmək ayrı. Kök bir adam neçə gün idi ki, mədə ağrısından əziyyət çəkirdi. Axırda dözə bilmədi. Şəhərin ən tanınmış həkimlərindən birinin yanına gedib dərdini danışdı. Həkim onu müayinə edəndən sonra tibb bacısını yanına çağırdı. Xəstə təəccübləndi. Çünki əvvəllər də həkim yanında olmuşdu. Amma heç vaxt belə müalicə üsulu ilə qarşılaşmamışdı. Həkim xəstəni yavaşca çarpayıya uzadıb, "Tərpənmə," dedi. Xəstə maraqla həkimə baxırdı. Həkim üzünü tibb bacısına tutdu. "Qızım, şkafdakı dərmanı mənə gətir." Tibb bacısı deyilənlərə əməl etsə də heç nə başa düşmədi. Çünki həkimin istədiyi dərman göz xəstəliyi üçün istifadə edilən xüsusi dərman idi. "Buyurun, həkim," deyib dərmanı uzatdı. Həkim xəstənin və tibb bacısının təəccüblü baxışları arasında dərmanı onun gözünə damcılatdı. Gözləri göynəyən xəstə ayağa qalxdı. "Sən necə həkimsən? Mən sənə mədəm ağrıyır deyirəm. Sən isə gözümə dərman tökürsən. Bu nə işdir? Gözümlə mədəmin nə əlaqəsi var?" Həkim gülümsədi. "Əziz dostum, çox əlaqəsi var. Çünki sənin gözlərin xarabdır. Fikirləşdim ki, əvvəlcə gözlərini, sonra da mədəni müalicə etmək lazımdır." Xəstə daha da əsəbləşdi. "Necə yəni? Axı gözlərim sap sağlamdır. Hər tərəfi güzgü kimi görürəm." Təcrübəli həkim dilləndi. "Xeyr dostum, görmürsən. Sadəcə baxırsan. Baxmaq ayrı, görmək ayrı. Əgər həqiqətən görsəydin, yediklərinə diqqət edərdin. Əlinə keçəni mədənə doldurmazdın." Səhvini anlayan xəstə həkimə təşəkkür edib otaqdan çıxdı. Bu tövsiyədən sonra yediklərinə və içdiklərinə diqqət etməyə başladı.